Deməli, bunu streç saldıq masanın üzərinə, yağladıq. Bir dənə zəhmət olmasa pendirləri qarışdır. Deməli, biz bunu yumruda eləyə bilərik. Bax, gör nə qəşəng svyaskası oldu ətin. Çox böyük eləmə, ölçü ilə eləməliyik. Ümumiyyətlə, bütöv yumru kimi, xaçapuri kimi eləyə bilərik biz onu. Amma biz daha rahat və belənçi masaya porsiyon gedir. Birinci onu. Sən ona eləyəcəksən, onu götürə bilməyəcəksən. Yastılayırıq səliqə ilə əlimizdə. Bunu bacara bilməyən də şeylə eləyə bilər. Boşqabın içinə streç sala bilər. Hə, bəli, şimdi qarışdırın hamısını. Çox böyük götürmüsən, sən. O qaqaşı deyirəm, böyük götürmüsən. Sən nəsə? Sənin öşdüyürəm. Eləyəcəksiniz də orada var. Akuratlı, cırılmasın. Bunun gətirib ağzını birləşdiririk. Hə, bəs ona görə etdim də. Ay, sağ ol. Səliqə ilə əlimizə götürüb forma veririk. Hər tərəf eyni olsun. Azdır. Düz, biraz yaygına. Və gətiririk bunun içində də. Bax, görürsən, qarışdı. Apar ora. Açıq yeri olmasın. Elə eləməliyik ki, pendir çıxmasın içindən. Gördünüz? Ət qutabı, ətdən başqa xəmiri yoxdur, bir şey yoxdur, ət qutabı. Qəşəng forma veririk belə. Hə, deyəm mən sizə küftələri vereyim. Bunu düşünməyin, ha, bir dənə yiyəcəksiniz, bölüşdürəcəksiniz həmkarınızla. Olmuyor, 4-5 dənə çıxacaq. Hə, əlin yağsızdır, əlvə yağ vur, get. Bax, belə səliqə ilə eləyəcəyik və qoyacaq sobaya bişməyə. 180 dərəcədə, haradasa 20 dəqiqə ərzində ət çalışırıq ki, cavan dananın ətindən istifadə eləyək. Bu biraz böyük oldu deyə. Ha, eybi yox, daha sən əsilsin nə elədin, qutab elədin onun içi var. Əlvizi yağ vurmuşsunuz, götürürsünüz, vurğulayır, bax, qıza bəq yağımda deyəmişdim, əlvi yağa batır. Sən yox, indi həmkarını eləmək istəyir. Haycam. Hə, indi götür onu, qoy bura, görüm necə götürüb, qoyursan. Deymi, qızarsın toyuq. Aha, eybi yox, səliqəyi sal. Tələbələr özləri hazırladığına görə, bəzən bizdə çəpək tuturlar, belə deyim də, ki, o elə olmadı, bu əksəriyyəti tələbələrin özləri hazırlayır, öz əllərindən çıxır deyə, ona görə səliqəsiz ola bilər. Bu birinci dəfə deyə eləyir. Başqa artıq söz deməkdənsə, bəzi şeflər, Allah can sağlığı versin yaxşılara, amma muz qoşanlar dəstək olmaqdan ötürü bizim tələbələrə müraciət elə söz bizə göndərərik, daha yaxşısını siz öyrədərsiniz. Düz deyirəm, uşaqlar? Gördünüz, bax, indi bil. Əsas ki, şəpə öyrən.